Mərdəkanda dənizli itkin düşən Bakı Dövlət Universitetinin tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbəri yoxdur. Bu barədə itkin tələbənin yaxını hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabına paylaşım edib. Onun sözlərinə görə bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağlı heç bir məlumat əldə edə bilmirlər. Üzeyir Cəfərov yazıb ki, iyulun 6-sı Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində 4 nəfərin batması ilə bağlı hadisə baş vermişdi. Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri əraziyə cəlb olunub. Keçirilən əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Məmmədzadə xilas edilib. 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyidi isə sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Lakin hadisə zamanı itkin düşən Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin 3-cü kurs tələbəsi olan 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadə axtarışları artıq 30 gündür ki, nəticə vermir.